də belə adlar qoymaq olur, həm də yadda qalmır. Beləliklə, üzvü maddələr sintez olundu böyük sürətlə və problemləri çıxdı ortaya. Elə bir problemi də adlandırma problemi idi. 1824-cü ildir, nədir? Yox, 24-cü ildir, 1924-cü ildir təsəvvür. Yəni 18-ci əsrin axırları, deməli 19-cu əsrin əvvəllərində İsveçrənin Cenevra şəhərində bir dənə beynəlxalq kimya qrupu elan olunur. Dünyanın 45 ölkəsindən alimlər dəvət olunur ora. Orada konferansların əsas məğzi idi, üzvü maddələrin, üzvü kimyanın problemlərinin həlli. Orada bir çox üzvü kimyaya aid qaydalar qəbul olunur. Qəbul olunan qaydalardan biri də üzvü maddələrin adlandırılmasıdır. Və orada olan bir növ adlandırılma qəbul olunur. Bu, nömrələməklə maddənin içindəki karbon atomlarını nömrələməklə olan adlandırma üsulu qəbul olunur. Deməli, bu üsul, bu nömrələməklə adlandırma beynəlxalq nomenklatura ilə adlandırma deməkdir. Beynəlxalq nomenklatura ilə adlandırma. Ona görə də maddələri beynəlxalq nomenklatura ilə adlandırılır. İndi mən danışacağım artıq keçək maddələrimizə və bu sözü tez-tez işlədəcəm, beynəlxalq nomenklatura ilə adlandırma. Demək, bu nə demək olacaqdır? Həmin o dediyimiz İsveçrənin Cenevra şəhərində bütün alimlərin qəbul etdiyi adlandırma. Niyə beynəlxalq deyirlər? Çünki bütün orada qəbul olunan qaydaları sonradan bütün dünyaya yaydılar da. Yəni, bütün dünyanın hər bir yerində kimya, öyrənilən kimya, üzvü kimya o xətt üzrə öyrənildi. Ona görə beynəlxalq və nomenklatura sözü, yəni nömrələməklə olan adlandırılma mənasındadır. Yəni, bu sözü tez-tez işlədəcəm. Bir də indi, məsələn, bir üzvü maddədir da. Tutam ki, mən Azərbaycanlıyam, Hind dilini bilmirəm, amma bir dənə üzvü maddənin adını deyirəm, göndərəm də Hindli alimə. Hindli alim onu başa düşür. Deməli, o adı oxuduqda başa düşür. Çünki bütün dünyadakı bütün kimyalar, üzvü maddələr o cür adlandırılır da, başa düşdünüz mənə? Belə. İndi gəldik, keçdik